Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub, bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. İsrail və İran arasında gərgin vəziyyət davam edir. İranın İsrailin mərkəzinə endirdiyi son raket zərbələri nəticəsində 3 nəfər ölüb, 67 nəfər yaralanıb. İsrailin bir çox bölgəsi, xüsusilə Təl-Əviv və Hayfa şəhərləri raket hücumuna məruz qalıb. Eyni zamanda İran tərəfindən atılan raket İsrailin Hayfa şəhərindəki elektrik stansiyasına düşüb. İsrailin İrana endirdiyi zərbələr nəticəsində isə 406 nəfər ölüb, 654 nəfər yaralanıb. İsrail Tehranın şimalındakı Xarici İşlər Nazirliyi binasını və mərkəzindəki polis qərargahını vurub. Hücum nəticəsində bir neçə Xarici İşlər Nazirliyinin əməkdaşı yaralanıb. Əhali İranın paytaxtı Tehran şəhərini kütləvi şəkildə tərk edir.